Salam uşaqlar. İlk öncə bugün üçün 8 noyabr 2025-ci il üçün Zəfər bayramını bütün Azərbaycan xalqına təbrik edirəm və şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İndi çəkəcək biz 7-ci sinif fizika testinin izahına. Deməli, ilk öncə sürətimizə, sualımıza baxaq və burada baxırıq ki, birinci sual, düz xətlə hərəkət edən cismin bərabər zaman aralığında müxtəlif yollar qət edir. Biz bərabər sürətli hərəkətdə deyirdik ki, bərabər yollar qət edir, bərabər zamanda. Amma burada deyir ki, müxtəlif yollardır. Məsələn, birinci S gedir, sonra 2S gedir, sonra 3S gedir. Bu isə belə hərəkət dəyişən sürətli hərəkət adlanır. İkinci sualımıza baxırıq. 20 metr bölsün saniyə sürətlə hərəkət edən avtobus dayanacağa yaxınlaşaraq sürətini azalmağa başlayır. Sürətin qiymətləri cədvəldə verilmişdir. Sürət zaman qrafikini vur. İndi bu qrafiki biz qurmalıyıq. İndi baxaq, ilk öncə nəyə fikir verək. Baxın, zaman 0 olanda sürəti olub 20. Zamanımızı baxırıq ki, aşağıda zaman. Zamanımızın sıfırını qeyd eləyək. Bu zaman sürətimiz olur 20. Deməli, bax, qrafikimiz 20-dən başlayacaq. Sonra 2 saniyə olanda sürətim olub 15. 2 saniyədə 15. Gəlirik, elə bir yerə qeyd eləməliyik ki, ikisinin, baxın, buradan 15, buradan isə gələndə 2-yə gəlmiş olur. 4 saniyədə 10, 10 gəlir 4 saniyədə, baxın bura, səliqəli çəkə bilsəm, bura 6 saniyədə isə 5, 6 saniyədə isə 5, yəni baxın bu. İndi bax, bu xətləri biz birləşdirsək, səliqəli şəkildə birləşdirsəm belə. Bu, sürət zaman qrafiki görülür. Görürük ki, həqiqətən də sürət zaman keçdikcə sürət azalır və bu x oxu istiqamətində hərəkətdir. Bu qrafikin adını bir də belə oxuyaq ki, cisim x oxu istiqamətində yavaşlayan hərəkət etmişdir. Çünki eyni zamanda da bu da deyir ki, yaxınlaşaraq sürətini azaldır. Üçüncü suala baxaq. Qatarın trayektoriyası düz xətli və əyri xətli ola bilər. Qatar bərabər sürətlə hərəkət etdikdə onun sürəti sabit qalır. Qatarın sürəti getdiyi yolu zamana bölməklə tapmaq olar. Dördüncü suala baxırıq. İşıqforda dayanmış avtomobilin yaşıl işıq yandıqda hərəkətə başlar. Bax, nə deyir? Dayanmış avtomobil. Deməli, bunun ilk öncə başlanğıc sürəti 0-a bərabərdir, dayanıbdır. Sonradan yaşıl işıq yanır və bu hərəkətə başlar. Növbəti işıqfora yaxınlaşdıqda yenidən qırmızı işıq yanır. Yenidən, bax, burada müəyyən bir, gəl avtomobili bir dənə də burada çəkək. Orada artıq bunun bir sürəti var. Lakin digər işıqfora çatdıqda burada, yəni ikinci halda sürəti 0-a yaxınlaşır, dayanır. Baxaq, birinci işıqfordan sonra sürəti azalır. Xeyr, birinci işıqforda dayanmışdı. Sonra sürəti artdı. Bir yanlış. İkinci işıqfora yaxınlaşdıqda sürəti azalır. Bəli, ikinci işıqforda görürük ki, sürəti 0-dır. Deməli, ora çatana qədər bu yavaşayır. Birinci işıqfordan sonra sürəti artır. Bu doğrudur. Birinci işıqfordan sonra bu bir sürət almışdır. İkinci işıqfora yaxınlaşdıqda sürəti artır. Xeyr, sürəti artmır. Bax, burada bir V sürəti var. Sonra da sürəti 0 olur. Sürəti azalır. Yəni, doğru cavabımız 2 və 3. Deyir, dəyişən sürətliyə aid nümunə. Baxaq, yuxarı atılmış top. Yuxarı bir top atıram, uşaqlar. Yuxarı bir top atıram. Bu top neyinir? Gedir, dayanır. Sonradan gəlir aşağı. Yəni, sürəti əvvəlcə azalır. Sonra isə aşağı düşdükdə isə sürəti artır. Dəyişən sürətli hərəkət. Dayanacağa yaxınlaşan avtobus. Dayanacağa yaxınlaşırsa, müəyyən bir sürəti var. Dayanacağa yaxınlaşanda sərnişinlər gəmi ya düşür. Deməli, sürəti get-gedə azalır. Dayanacaqda bu çünki dayanacaq. Uçmağa başlayan təyyarə. Təyyarə bilirik ki, ilk zaman elə böyük bir sürət almır da. Yavaş-yavaş sürətini yığır, sonunda böyük sürətlə yuxarı, yəni qalxmağa başlayır. Burada da sürəti 0-dan başlayır yeyinləşən. Sonra finişə çatan qaçışı, marafon olsun, qaçış olsun, qaçır, müəyyən bir sürəti var. Artıq finişə çatanda
yəni bitiş nöqtəsinə çatanda bu yavaş-yavaş dayanmağa başlayır. Bu da dəyişən sürətlə hərəkətə aiddir. Və yaxud da paraşütlə enən adamın sürəti. Yəqin fikir vermisiniz, görmüsünüz televizorlarda. Paraşütlə, yəni onların əlində olur da bir kəndir olur. Aşağı-yuxarı eləməklə paraşütün istiqamətini dəyişə bilir, sürətini dəyişə bilirlər. Sonra mövzumuz indi təcil. Deyir ki, sürət bu dəyişməyə sərf olan zamana nisbətlə bərabər olan kəmiyyətə təcil adlanır. Baxın, təcil sürət dəyişməsinin zamana nisbətidir. Qara hərflərlə verilmiş sözlərdən uyğun olan altdan xətt çəkin. Bərabər sürətli hərəkətdə, dəyişən sürətli hərəkətdə sürətin zamandan asılı olaraq dəyişməsini ifadə etmək üçün təcil kəmiyyətindən istifadə olunur. Yəni sürət dəyişməsi varsa, yeni bir kəmiyyət ortaya çıxır. Bu da təcil adlanır. Üçüncü sualımıza baxaq. Doğru və yanlışları və yanlışı doğru olaraq yaz. Oxuyaq birincini. Sürətin vahid zamanda baş verən dəyişməsinə bax. Sürətin vahid zamanda baş verən dəyişməsi yer dəyişmə adlanır. Bu yer dəyişmə deyil, axı nə adlanmalı idi birincidə? Təcil adlanmalı idi. Təcil. Bu 1, bu 2, bu 3, bu 4 olsun. İkinci doğrudur. Heç bir dəyişikliyə ehtiyac yoxdur. Təcilin vahidi metr bölünsün saniyə kvadratıdır. Təcil skalyar kəmiyyətdir. Xeyr, təcil vektorial kəmiyyətdir. Vektorial kəmiyyəti. Dördüncü, dəyişən sürətli hərəkətdə təcil sıfıra bərabərdir. Yanlışdır. Dəyişən sürətli hərəkətdə əksinə təcil var. Sürətimiz də dəyişdiyi üçün nə idi? Sürət dəyişməsinin zamana nisbəti. Bu sürət dəyişməsi varsa təcil niyə sıfıra bərabər olsun ki? Dəyişən sürətli hərəkətdə təcil sıfır olmaz, ola bilməz. Sabit ola bilər, amma sıfır ola bilməz. Dördüncü suala baxırıq. Ovu görən leopard durduğu yerdə, yəni sürəti sıfırdır. Cəld hərəkətə başlayır. 3 saniyə sonra onun sürəti 54 km bölünsün sahada bərabər olur. Leopardın təcilini tapın. Təcilimizi tapmaq üçün bilməliyik ki, sürət nə qədər dəyişir və fikir verək bir dənə vahidlərə. Bu saniyə, burada isə saatlı. Deməli biz 54 km bölünsün sahada çevirək. İlk öncə çevirək. 54 km bölünsün sahada metr bölünsün saniyə çevirmək üçün 18-də 5-ə vururduq. Bərabərdir. Bunlar gedər 3, yəni 15 metr bölünsün saniyə. Sonra bizə nə dedi? Təcili tap deyil. Təcil nə idi? Sürət dəyişməsinin zamana nisbəti. Sürətim 0-dan 15-ə kimi artıb. Deməli 15 dəyişib. Zamanımız da 3 saniyə. O da bərabərdir 5 metr bölünsün saniyənin kvadratı. 5-ci sualı keçdik. Qrafikdən istifadə edərək deyil, suallara cavab verin. Baxaq. İlk öncə başlanğıc sürət. Bu cismə baxıram ki, hardan başlamışam. Sürətim, baxın 3. Başlanğıc sürətə də başına, ayağına V0 yazılır. Yəni başlanğıc oldu 3 metr bölünsün saniyə. Son sürət. Son sürətə baxıram, gəlib, axırda dayanıb. 1 saniyədən sonra dayanıb sürəti nəyə bərabər olur? Bax, son sürətimiz. Bərabərdir 0. Hərəkətə sərf etdiyi zaman burada. Görürəm ki, 1 saniyəni göstərir. Və təcil. Təcil nə oldu? Sürət dəyişməsinin zamana nisbəti. Sürətim 3-dən 0-a dəyişib. 3 bölünsün 1, o da eləyir 3 metr bölünsün saniyənin kvadratı. 6-cı suala baxırıq. 36 km bölünsün saat sürətlə hərəkət edən velosipedçinin təcili neçə olmalıdır ki, 5 saniyə sonra sonunda işıqforda dayana bilsin? Dayana bilsin nə deməkdir? Yəni son sürətimin 0 olsun. Başlanğıcım da 36 km bölünsün sahada şifahi çevirək, 18-də 5-ə vuraq. O dedər 10 metr bölünsün saniyə. Yəni başlanğıc sürətim 10, sonra sürətim 0 olmalıdır. Zamanımı da verib 5 saniyə. Məndən təcili soruşur. Hər bir kəmiyyətimiz var.
Sürət dəyişməsinin zamana nisbəti, sürəti 0-dan 10-a, yəni 10 dəyişib 5 saniyədə, bu dedir 2 metr bölünsün saniyənin kvadratı. 7-ci suala keçdik. 54 kilometr bölünsün saat sürətlə hərəkət edən avtomobilin sürəti 5 saniyə sonra kilometr bölünsün dəqiqəyə qədər dəqiqəyə bərabər oldu. Onun təcilini tapın. Gəlin hər ikisini metr bölünsün saniyə çevirək. Başlanğıc sürəti və son sürəti tapaq. 54-dür. 54-ü dedik 18-də 5-ə vuraq. 54 kilometr bölünsün saatdır. 18-də 5-ə vuraq. Bu elədi 15 metr bölünsün saniyə. Buna gəlin V0 yazaq. Başlanğıc sürət. Digəri neçə idi? V bərabərdir 18, 1,8 vurulsun. Baxın, kilometrdir. Metrə çevirəndə 1000-ə vurmalıyam. Dəqiqəni də saniyə çevirəndə 60-a bölməliyəm. Bu sıfırla, bu vergüllə bu sıfır gedir. Bununla da bu gedər. 18-i 6-ya böləndə 3, bu dedər 30 metr bölünsün saniyə. Artıq sürətlərimiz var. Deməli 15 metr bölünsün saniyəymiş ilk öncə sürəti, sonra 30 olub. Bizdən təcili soruşurdu. Təcil nəyə bərabərdir? Sürət dəyişməsinə, yəni son sürət çıxılsın başlanğıc sürət bölünsün zaman. Onda son sürətim 30, başlanğıc sürətim 15. Bir-birinə çıxanda edir 15 bölünsün 5 saniyə. Yəni təcilimiz 3 metr bölünsün saniyənin kvadratı. Saniyənin kvadratı. 8-ci suala baxaq. Kosmik raket kosmodromdan 20 metr bölünsün saniyə təcillə hərəkətə başlayır. 50 saniyə sonra onun sürəti nəyə bərabər olur? Hərəkətə başlayır. Deməli, bunun artıq əvvəl başlanğıc sürəti 1,0-dır. Sonra bizə təcilini verir. 20 metr bölünsün saniyənin kvadratı. 50 saniyə sonra onun sürəti nəyə bərabərdir? Biz sürət düsturundan, baxın, bu düsturdan son sürəti tapsanız V bərabərdir. Alarıq ki, V0 üzərinə gəlinsin AT. Bax, bu düsturdan istifadə edərik. V0'ımız bilir ki 0'dır. Bizə deyir başlanğıc sürəti dayanıbdır da tədələ hərəkətə başlayır. AT tapılmalıyıq. Deməli, təcilimiz 20 vurulsun 50. Bu da bərabərdir 1000 metr bölünsün saniyə. Deməli, 50 saniyədən sonra sürəti 1000 metr bölünsün saniyəyə bərabər olar. Qrafikə əsasən təcili müəyyən edin. Təcil nə idi? Ya istəsək 2 saniyə üçün və yaxud da 4 saniyə üçün biz təcili tapa bilərik. Təcil sürət dəyişməsinin zamana nisbətidir. Təsəvvürünüzə gətirək ki, bu cisim 2 saniyədə sürəti nə qədər dəyişib? Bax, 0-dan 6-ya gedib. Yəni 6 dəyişib. Keçən zaman 2. Deməli, təcilimiz 3 metr bölünsün saniyənin kvadratı. Gəlin, bu 4 saniyədə də tapaq. A bərabərdir. Bərabər olacaq. Çünki bu bərabər təcilli hərəkətin qrafikidir. Sürət dəyişməsi 0-dan 12-yə 12 dəyişib və 4 saniyə müddətində bu dedir 3 metr bölünsün saniyənin kvadratı. 10-cu suala baxaq. 24 metr bölünsün başlanğıc sürətlə. Baxın, başlanğıc sürət, yəni V0'ımız. Hərəkət edən qatarın sürəti 2 metr bölünsün saniyə təcillə artır. 12 saniyə sonra qatarın sürəti artır deyir, yeyinləşən hərəkət edir. V bərabərdir V0 üzərinə gəlinsin AT bərabərdir. Başlanğıc sürətimiz 24 üzərinə gəlsin. Təcillim 2, zamanım 12. Yəni bu AT hasilini tapanda 2 vurulsun 12 edir 24. O da bərabərdir 48 metr bölünsün saniyə. Yəni 12 saniyə sonra sürəti 48 metr bölünsün saniyəyə bərabər olar. 11-ci suala baxırıq. Başlanğıc sürəti 36 km bölünsün saat olan avtomobilin təcili başlanğıc sürəti 720 km bölünsün saniyə olan
təcilindən böyük ola bilərmi? Cavabınızı əsaslandırın. Baxalım uşaqlar. Baxaq dedik, nə dedik? Başlanğıc sürətləri hər ikisi verir. Təcili hansı böyük ola bilərmi? Əvvəlcə təcilin düsturuna baxaq. Nə idi təcilin düsturu? Son sürət çıxılsın, başlanğıc sürət bölünsün zaman. Düzdür? Bizə birinin başlanğıc sürətini 36, digərini isə başlanğıc sürətini 720 verir. Biz burada sürətimiz, yəni məxrəc sürətdən söhbət edirəm. Sürətimiz tək sürət yox, sürət dəyişməsinin zamana nisbətidir. Yəni delta V-nin zamana nisbətidir. Başlanğıc sürəti 36 və başlanğıc sürəti 720. Mən bunun son sürətini bilmirəm axı. Son sürətimi bilmədiyimə görə başlanğıc sürətlə müqayisə etməyim düzgün çıxmaz. Məsəl üçün belə gəlin, özünüzdən bir rəqəm qoyaq. Deyirəm ki, başlanğıc sürəti 36 idi, sonra sürəti olub 46 km/s. 10 da artırdım. Bunu da olsun 730. Baxın, sürət dəyişmələri hər ikisində 10-a bərabərdir də. Düzdür, hər ikisində 10-a bərabərdir. Yəni mən burada sürəti 10 bölünsün T yazaram, hər ikisini bərabər edə bilərəm. Yəni təcil yalnızca başlanğıc sürətdən asılı deyil. Sürət dəyişməsindən asılıdır. Yəni başlanğıc sürətdən yox, sürət dəyişməsindən asılıdır. Təcilin. 12-ci suala baxaq. Sürət zaman qrafikindən istifadə edərək V1-i tapın. Bu nə hərəkəti idi? Bərabər təcilli. Yəni 5 saniyədəki təcil ilə 10 saniyədəki təcil bir-birinə bərabərdir. Gəlin biz 10 saniyədəki təcili tapaq. Təcil nə idi? Sürət dəyişməsinin zamandan nisbəti. 0-dan 20-yə 20 artıb 10 saniyədə. Təcilimizi tapdıq ki, həmin bu nöqtə 5 saniyə üçün təcili qoyaq. Təcilimi bax V1-i tapıram. V1 nəyə bərabərdir? V0 üzərinə gəlinsin AT bərabərdir. V0-ın baxıram ki, 0-dan başlamışam, yoxdur. AT. A-mı tapdım 2, T-m neçədir? 5. O da bərabərdir 10 metr bölünsün saniyə. Deməli, V1-im neçədir? 10 metr bölünsün saniyə. Və yaxud da eynən elə təcili necə tapırıq? Elə də yaza bilərik. Qobidən də elə yazaq. Baxın. Yazdıq təcili 2 tapdıq. Təcil, yəni 2 bərabər. Sürət dəyişməsinin zamana nisbət. Sürət dəyişməsinin isə də 0-dan V1-ə artıbdır. Yəni V1 qədər dəyişib. Neçə saniyə? 5 saniyə. Yəni buradan da çarçarpaz vursaq V1 bərabərdir 10 metr bölünsün saniyə. Sürət zaman qrafikindən istifadə edərək cismin başlanğıc sürətini hesablayın. Bizə 4 saniyə üçün biz təcili yenə tapa bilərik. Çünki V-nin T-dən düz asılılıq, bu belə asılılıq, bu yavaş-yavaş yavaşlayan hərəkətdir. Yəni bərabər yavaşlayan hərəkəti görürük ki, uyğundur və təcillər bərabərdir. Onda 4 saniyədəki təcili tapaq, bərabərdir. Sürət dəyişməmiz 12. Baxaq. Sürət dəyişməmiz 12 deməyək 12. Gəlin 4 saniyə ilə 8 saniyəni tapın bir-birinə bərabərliyin. Bax 4 saniyə və 0-dan 12-yə düşüb. Gəlin baxaq. Son sürət çıxılsın başlanğıc sürəti olmalıdır. Bir dənə onu qeyd edim. Son sürətim neçə olubdur? 12. Başlanğıc sürətim neçədir? V0. Baxın 12 çıxılsın V0. Keçən zaman neçədir? 4 saniyə. İndi eynən bunu 8 saniyə üçün yazıram. Yazıram. Təcil bərabərdir. Çünki bərabər təcillidir. Son sürətim, baxın son sürətim neçədir? 0. Başlanğıc sürətim V0, müəyyən bir V0. Yəni V0-dan 0-a V0 qədər dəyişib, olur V0. Bölünsün 8 saniyə. Uşaqlar, buradan V0-ım, baxın buradan V0-ım. 8 aya bərabər olurmu? Ya belə yazım. V0 bərabərdir 8A. Çarçarpaz vurduq da. Aparıb digərində V0-ı qoyub, A-nı qoyub yenidən tapa bilərik. Və yaxud da gəlin ən rahat yolu V0-ı neyinirik tapaq? Onsuz da biz A-nı da axtarırıq. Gəlin burada A-nı itirmək üçün A-nın yerinə yuxarıda V0 bölünsün 8 yazaq. Baxın. Buradakı A-nın yerinə yazıram. V0 bölünsün 8 bərabərdir. 12 çıxılsın V0 bölünsün 4. Hər iki təcilləri sol tərəf bərabərdirsə, sağ tərəfi də bərabərləşdirdim. Təcilləri. İndi yazaq. Çarçarpaz vuraq.
İxtisarım da hasaddır, amma qoy sizə çarpaz vuraq. Olur 4v0 bərabərdir. Çarpaz vuraq. 8 dəfə 96 eləyir. 96 çıxılsın 8v0. Bu 8-i digər tərəfə keçirək. Edir 12v0 bərabərdir 96. Buradan da v0 bərabərdir. Bunu böləndə 8 dəfə mi edir? 8 dəfə 2, 16, 8. 8 metr bölünsün saniyə. Deməli, bizim başlanğıc sürətimiz 8 ola bilməz. Uşaqlar, mən burada bir şey səhv yazmışam. Diqqətimdən yayınım. Nədir o? Biz 8 saniyədə, baxın burada 8 saniyə, oy sildim. 8 saniyə üçün təcili tapanda uşaqlar, nə deyirik? Son sürət çıxılsın başlanğıc sürət. Son sürətim V0, başlanğıc sürətim V0, son sürətim 0. Yəni 0 çıxılsın V0 olmalıdır. Bax, burada 0 çıxılsın V0 olmalıdır. Yəni mən bunu mənfi V0 da belə deyim, mənfi V0 olmalıdır. Baxın, bunun qarşısında bir mənfi işarəsi olmalıdır. Yəni, təcilimizi bir dənədir, bir dənədir yazıq. Təcilimiz nə oldu? Təcilimiz sürət dəyişməsinin zamana nisbətidir. Baxın, təcil və son sürət çıxılsın başlanğıc sürət bölünsün zamandır. Bunu unutmayaq. Son sürətin buradan yazmışam. Baxın, 12 çıxılsın V0. Bu doğru. Amma digərində isə yazmışam son sürət V0. Xeyr, V0 yox, 0 çıxaq V0. Yəni, belə deyək. Nətər oldu? Buradan yenidən yazıram. Bir təcilimiz oldu. Mənfi V0 bölünsün 8 bərabərdir. Digər təcilimiz oldu. 12 çıxılsın V0 bölünsün 4. Çarpaz indi edək. Olur mənfi 4 V0 bərabərdir. 18-i 2-yə vuranda 96 çıxılsın 8 V0. Gəlin indi bunu digər tərəfə keçirək. Olur müsbət 8. Müsbətdən də 4 olur. 4 V0 bərabərdir 96. Buradan da V0 bərabərdir 96. 4-ə də böləndə 2 dəfə 16-nın da içində 4. 24 metr bölünsün saniyə. Deməli, başlanğıc sürəti 24 metr bölünsün 12 saniyə alır. Yəni, mən ilk öncə başlanğıc sürəti azaldım. Axı, başlanğıc sürət get-gedə sürəti azalmalıdır. Mən 12-dən az almışdım. Elə bir o mümkün deyildi. Bildikdə yəqin ki, nə də yanlış yapdıq. Baxın, təcilimiz son çıxılsın başlanğıcdır. 8 saniyədə, qoburanı bir də təzdən izah edeyim. 8 saniyədə bu cismin son sürəti 0-dır. 0 çıxılsın V0 yazmalıyam mən. 0 çıxılsın V0. Bu da eləyir mənfi V0. Yəni, bir təcilimiz mənfi V0 bölünsün 8. Digər təcilimiz isə 4 saniyədə. Baxın, son çıxılsın başlanğıc. Sonum 4 saniyədə 12, başlanğıcımda V0. Yəni, 12 çıxılsın V0. Hər iki sağ tərəflər, sol tərəf təcillər bərabər. Ümumiyyətcə, təcil bilirik bərabər təcildir. Bu zaman sağ tərəfdəki bərabərliyin sağ tərəfində bərabərləşdirib, buradan biz V0-ı tapırıq. Deməli, 14-cü suala baxaq. Başlanğıc sürəti, yəni V0-ımız 30 metr bölünsün saniyə olan cisim 10 saniyə sonra dayanır. Dayanır. Son sürəti neçə olur? 0. Onun təcilini tapaq. Təcil bərabərdir. Sürət dəyişməsinin zamana nisbəti. Sürətimiz 30-dan 0-a 30 dəyişib və keçən zaman 10 saniyə. Bu da bərabərdir 3 metr bölünsün saniyənin kvadratı. Bir avtomobilin təcili 0,5 metr bölünsün saniyə kvadratı, digərinin təcili 1 metr bölünsün saniyənin kvadratıdır. Təcilin bu qiymətlərinə əsasən onlardan hansının sürətinin böyük olduğunu demək olar. Uşaqlar, baxın, təcili 0,5 və 0,1. Bu bilirsiniz nə deməkdir? Yəni, təcil dəyişməsi 0,5 artır və yaxud da 1 artır. Cavabınızı əsaslandırın deyir. Təcili. Gəlin biləyək. Hər birinin başlanğıc sürətinə 0 götürsək, olurmu son sürətimiz bərabərdir AT-yə? Zamanımız eyni olanda 1 saniyə, 2 saniyə, deməli son sürətimiz nə ilə düz asılıdır? Təcillə düz asılıdır. Sürətin böyük olduğunu demək olarmı? Deyir.
Təcilin qiymətinə əsasən bəli demək olar. Təcili böyük olanın sürəti də böyük olar. Diqqətli fikir verin, mən nə dedim? Bu düstura əsasən yazdım. V bərabərdir V0 üzərinə gəlsin AT. Başlanğıc sürətini məsəl üçün 0 qəbul eləsək, bir avtomobil sükunət vəziyyətindən başlayıb hərəkətə, təcilləri verir. Zaman keçdikcə hansının təcili daha çoxdursa, onun sürəti də daha böyük olar. Zamanı bərabər götürdüm. O zaman sürətlə təcil düz asılı oldu bir-birindən. Qrafikə baxın. Başlanğıc sürətim 0 VT-dən get-gedə təcillim artır. Yəni düz asılıdır. Düz asılıdırsa, onda təcili böyük olanın sürəti də böyük olar. Sonra baxaq. Başqa var mı? Yoxdur. Bu qədər uşaqlar 7-ci sinif səhifəsində qeyd eləyəcəm.